Belə bir sual nümunəmiz var. Təbii ki, biz bunu dövrə dəfələrlə girib çıxaraq həll edə bilərik. Amma dövrə dəfələrlə girib çıxmadan necə həll edə bilərik, ona baxırıq. Deməli, dövrün sayı məlum deyil. Biz bilmirəm ki, A-nın üstünə neçə dəfə 2 gəlir və B-dən neçə dəfə 3 çıxıb. Amma hər ikisinin başlanğıc qiymətləri məlumdur. Hər olduğu halda biz gövdəyə giririk, yoxda isə biz gövdədən çıxırıq və B-ni axtarmalıyıq. Dövrün sayını götürürəm K. K oldu nə? Dövrün sayı. Dövrün sayı. İndi gəlirəm A-nın qiymətini yazıram. A-nın ilkin qiyməti var bizdə 1. Üstə gəlmişsin 2. Dəfələrlə üstünə 2 gəldiyinə görə yazıram K. Yəni K dəfə üstünə 2 gəlir. Sonra götürüb B-nin qiymətini yazıram. B bərabərdir. B-nin başlanğıc qiyməti neçədir? 1024. 1024-dən neçə dənə 3 çıxıb? Bilmirəm, çünki K qədər 3 çıxıb və bunu qeyd etdikdən sonra gəlirəm bura. Şərt ödənmədiyi hal hansı haldır bu? Demək ki, A B-dən böyük olduğu halda biz yoxa getmişik ki, şərt ödənməyik. Bunu bura yazıram. Və A-nın qiymətini nə almışıq? Bir üstə gəlsin 2K, bir üstə gəlsin 2K yazıram. B-nin qiyməti 1024 çıxılsın 3K. Buradan K-ları bir tərəfə atsaq, eləyəcək 5K bərabərdir 1023. K da bərabər eləyəcək 104,16, 204,116. Biz dövrün sayını götürürük deyəm, tamla dövrün sayı alınır. Ona görə dövrün sayı tam olaraq olur 205. Deməli K-nın aldığı qiymət 205. Dövrümüz 205 dəfə davam edir. Bizdən də B-nin qiymətini soruşduğuna görə burada gətirib yerinə qoyuram. B-nin qiyməti nə idi? 1024 çıxılsın 3K. K-nı artıq tapdıq neçə? 205 yazıram. 205 cavab olacaq nə? 409. Deməli, biz 205 dəfə dövrə girib çıxdıqdan sonra B-nin son qiyməti olur 209.